Mənim nəfəsim soy kökümün danışan səsidir. Gülüstan xanım, hər vaxtınız xeyir olsun. Xoş gördük. Gülüstan xanım, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Qərbi Azərbaycanın Dərələz mahalından, orada bir neçə, mahalın özündə də bir neçə kəndlər var, tayfalar var, insanlar var. Orada bir neçə, məsələn, isti su var, zirək var, kamanlar var, cullular var. Yəni çox böyük, yəni qohum qruplarda belə deyək var. Anam kamallardandır, kamallılar nəslindəndir. Yəni çox böyük nəsildir orada. Anam 39-cu il doğumludur. Deməli, atası müharibəyə gedib, qayıtmayıb, bir iş kişi. Gəray anamın əmsidir. Hətta bir dəfə deyirdi ki, o Gəray bəy var filmdə, deyir, o deyir, bu bala həqiqi olmuş hadisələrdir, bunlar çəkiblər. O mənim əmimdir, yəni atamın qardaşıdır, bax belə-belə. Orada bizim uşaqlığımız keçib. Mən sonuncu dəfə 86-cı ildə, oktyabr ayının 30-da oldum orada, daha doğrusu 29-unda. Elə son gedişim oldu. Gülüstan xanım, o illər uşaqlıq illəri insanın ən şirin, ən dəyərli, ən gözəl xatirələridir. Siz o illəri necə xatırlayırsınız? Ora sizin xatirinizdə necədir? Bir, nə bilim, bir yaşıl yuxu deyək də. Həmişə Dərələzi xatirimə gələndə bir yaşıl nəydə görünən xatırlayıram. Bizim uşaqlığımız, mənim də biraz gəncliyim orada keçib və sonuncu dəfə 86-cı ildə oldum orada. Dayımın oğlunun toyu idi. Oktyabr ayının 29-u getdik. Mən onda deyim, anamın, daha doğrusu nənəmin əmsi oğludur. Xanəndə İdris var idi. Yəni bizim mahalda, ümumiyyətlə elə Qarabağda da çox tanınmış, məşhur bir xanəndə olub, müğənni olub. O idi, mən idim. Bərdəli çox məşhur bir qarmon çalan var idi, Rıza o idi və İlham adında bir nağara çalan oğlan idi. Biz bir dənə Willis maşını idi, doluşduq ona, Laçından keçdik yazı düzündən, getdik Dərələyəzə, daim oğlun toyu idi, çox möhtəşəm bir, maraqlı bir toy oldu. Bütün el, elat, bütün cəmaat, yəni kimləri ki arzulayırsan həmişə, görmək istəyirsən. Axı elə idi ki, yol bizim üçün uzaq idi. Biz ancaq yaydan yaya gedə bilirdik. Yəni bütün görmək istədiklərimin, yəni hamısı, Məhəmməd dayım, ailəsi, uşaqları, oğlanları, bütün gəlinlər, Rafiq müəllim, yəni çox da orada Becan dayıgil, yəni çox adamlar, yəni orada hamısını görürdüm. Bilirsiniz, adam el-obanın içində olanda sanki özünü o qədər bir böyük, özünü o qədər əzəmətli hiss edir də, o qədər, necə deyim, bir dağ özünü hiss edirsən elin obanın içində olanda. Yəni orada mən o hissləri keçirirdim hər zaman, yəni ora gedəndə. Mənim atam, yəni ata nənəm Kəlbəcərlidir, atam yəni Bərdəlidirlər, amma mən Yevlaxda doğulmuşam, atamın evləndən sonra gəlmişik ora. Yəni həmişə, amma bilmirəm nədənsə, belə bir deyim var, deyirlər ki, hansı ailədə hansı gen güclüdürsə, hansı yəni soy, yəni hansı tərəf güclüdürsə, övlad, uşaqlar da o tərəfə çox çəkir. Belə bir deyim var. Bilmirəm, bəlkə də mən evin birinci uşağı olmuşam, ona görədir. Mən nəsə həmişə anam tərəfim, yəni dayılarım, o tərəf həmişə mənim üçün bir prioritet olublar da, yəni çox, yəni ora çox meyilli olmuşam və hər zaman da elə hər imkanımızda anama dedim ki, ana gedək, daimgillərə gedək bir belə. Yəni təbii ki, həmişə imkan olmurdu, amma mən biraz şanslıydım o bir bacılarımla, mən daha çox onlarla ünsiyyətdə olurdum. Anamgil 48-ci ildə köçüblər, gəliblər Bərdənin Qılıçlı kəndinə, Həsəngaya, digər bizim Qərbi Azərbaycanlılar kimi yerləşiblər orada. Çox böyük kəndlər, böyük bir
kədlər hal-hazırda var oradakı, yəni 48-də gələnlərdilər. Dayılarım da gəlib, sonra onlar 53-cü ildə qala bilməmişlər, onlar qayıtmışdılar geri və sonuncu da 88-ci ildə gəldilər sonuncu dəfə. Sumqayıtda yerləşdilər, nə bilim, Bakıda, Yevlaxda da səpildilər də bütün Azərbaycana. Bilirsiniz, yurtdan ayrılanda artıq sənin harda olmağın adam üçün fərq eləmir. Əgər yəni yurdum, elim, obam artıq dağılıbsa, mən sürgün olmuşam, qaçqın, köçkün olmuşamsa, artıq harda olmağın heç bir fərqi yoxdur. Mən 86-cı ildə oldum o toyda və səhər, gecə qaldıq ki, səhər geriyə qaydaq. Səhər durduq ki, ilahi bir qar yağıb. Təsəvvür eləyin ki, oktyabr ayının 30-u, noyabrın 1-i də belə. Necə qar yağıb, birinci mərtəbə, 5 mərtəbəli binanın birinci mərtəbənin blokun da qapısını bağlayıb qar. O qədər qar yağıb. Biz 3-4 gün qalmalar oldu orada ki, biraz yollar açılsın ki, biz yenə də maşına geri qayıda bilək. Yəni əslində, yəni mənim üçün bu böyük bir fürsət idi. Mən daim uşaqları ilə hamımız bir yerdə qaldıq. Orada çox maraqlı oldu. Mən ora o qədər həmişə mən nənəmə deyirdim də, nənəm yəni ki, çox qadınlar kimi savadsız idi də, yəni. Amma sinə dəftər idi də bu qadın, sinə dəftər idi. O qədər aşıq havaları, o qədər elat havaları, o qədər bayatılar bilirdi də. Mən həmişə qəribə gəlirdi ki, necə öyrənib, necə bilir də nənəm bunları. Mən ora o toya gedəndən sonra, yəni mənə bir daha bu, yəni aydın oldu ki, bu insanlar, bu elat, bu eloba nə qədər dərindilər, nə qədər bunlar köklərə bağlıdılar, nə qədər şeiriyyat, aşıq musiqisi, bayatılar, rəqslər xüsusilə. Mən, məsələn, 3 ayağı orada öyrəndim, məsələn. Öyrənmişəm bu Dərələyəz, ümumiyyətlə Qərbi Azərbaycan rəqslərində bu 3 ayaq, elə Dərələyəz yallısı da var, yəni bunlarda bu çox məşhurdur. Yəni rəqsindən bilinir ki, sən hardansan, hansı mahaldansan hətta. Çünki orada hər mahalın özünün rəqsi var, rəqs hərəkətləri var və orada mən ilk dəfə Gilanar aşıq havasını mən ilk dəfə orada öyrəndim. Bu 86-cı il idi. Mən ilk dəfə orada Gilanarı öyrəndim. Yasəməni havasını ilk dəfə mən orada eşitdim, öyrəndim. Sonra yəni çox rəqslər, çox məsələn papaq rəqsini onlar o qədər orada maraqlı, o qədər gözəl. Biz indi papaq deyirik də, o da papaq filmindən sonra. Onlar onu o qədər heyva gülünü məsələn, o qədər maraqlı onlar rəqs edirdilər, o qədər belə dəyişik, çox necə deyim, yəni insan onların içində öz kökünə qayıdırsan, öz bir arxaya baxırsan ki, necə deyim, mən hardan gəlmişəm, mən kiməm əslində. Çox da qəribə bir xüsusiyyət var idi, var mənim. Yəni bugün də o var onlarda. Yəni bugün artıq böyüklər dünyasını dəyişib, dayılarımda, anamgillərdə, nənələr hamısı biz orta nəsil biz qalmışıq. Bugün o qədər get-gəlimiz də yoxdur. Ancaq Allah həmişə xoş gün eləsin. Xeyirdə, şərdə görüşürük, toyda, bayramda və mən həmişə daima deyirdim, Mahmud daima deyirdim, bir yerə yığışanda o qədər səs-küylü idilər də, çox belə haylı, küylü, belə yığışanda deyirdim ki, ay dayı, sən Allah bunların səsini kəsmə, başım getdi bunlar. Nə qədər, bunlar çox, yəni bir ad günü olsun da, elementar bir, hamı yığışıb tökülüb gəlirdi də. Ad günü də yaddan çıxırdı, hamı artıq bir yerdədir, bu elə bir bayram idi də. Daim deyirdi ki, hə, abala düz deyirsən, Allah bunların kökünü kəssin cəhənnəmdən. Mən başa düşürdüm bu nə deyir. Sən demək ki, elə alqış eləyirmiş. Yəni, daim orada Dərələyəzdə onlar
Elə isti su, orada qaleriya var. O qaleriyanın yanında idi evləri. Mən sanki nə bilim elə axırıncı gedişim sanki bilirdim də, getdim. Hamısının evlərini gəzdim, yəni orada oldum, getdim. O 3-4 gün ki biz orada qaldıq. Ən çox hansı hadisə unudulmaz olaraq xatirində qalıb? Nə deyimsə, mənim siz də bilirsiniz, məni yəni yaxından tanıyırsınız. 4 bacıdan sonra bir qardaşım dünyaya gəlmişdi. Bu da çox zəif, çəlimsiz, xəstə olurdu. Anam hər yay aparırdı onu ora. Cermuğa gedirdilər, Dərəliyəzədə, ora gedirdilər. Daimgillərdə qalırdılar, oranın havası, suyu, yəni qədim Azərbaycandır da, yəni şəfa mənbəyidir, bir Loğmandır oranın təbiəti. Gedirdilər, qardaşımın orada bir balaca bir şəkli var idi, mən onu sizə göndərəcəm. Elə həmin o qaleriyanın üstündədir. Yəni, sonra mən 86-cı ildə qardaşım hələ çox balaca idi, 75-ci il təvəllüdü idi. Həmişə ora gedirdim. Gedim görüm, anam gül burada şəkil çəkdiriblər. Gəlin burada bir şəkil çəkdirək. Yəni o xatirələr ən son, yəni orada yadımda qalıbdı. Sahib, daimoğlu sahibi idi. Ailəsi ilə biz orada bir neçə şəkillər var və mənim tək şəklim var orada. Yəni yenə də deyim, ora bir yaşıl bir orman, yaşıl bir məndə assosiasiya olur, bir yaşıllıq kimi bir yaşıl nə deməkdir? Yaşıl həyat deməkdir, yaşıl gələcəyə ümid deməkdir, yaşıl sevgi deməkdir. Yəni bu cürə mənim həmişə yadımda qalır və bu köçkünlükdən sonra anam elə ağlayardı, həmişə ağlayardı. Sonra qardaşım şəhid oldu. Yenə də anam elə dedi ki, ay bala səni apardım o yaylaqlara, səni nətər çətinliyindən saxladım, böyütdüm, belə elədim. Həmişə anamın elə ürəyi oradaydı da, həmişə elə ora deyirdi. Mən bir dəfə Moskvaya getmişdim toy şənliyinə. Oradan anama oranın suyunu aldım, gətirdim, cermuq. Girdim mağazaya, gördüm cermuq suyu satılır. Siz təsəvvür edin ki, onun üstündəki o yaşıl rəngdə idi. Deyirəm, ay Allah, sən təsadüfə bax da, gör, mən bu necə o beynimdə, o yaddaşımda qalıbdı. Bu da belə, siz inanın, mən gətirdim o suyu, anam o sudan içmədi. Dedi, yox ey balam, mən bunu içsəm, mən ölərəm də. Allah mənə ömür versə, mən gedərəm orada içərəm o sudan. Yox, o mənə zəhər olar, mən onu içə bilmərəm. Bunu düşmənlərimiz eləyiblər, düzəldiblər, o bizə gözdağı kimi onu qoyublar oraya. Deyirəm, ay mama, bu Moskvadadır. Bu, sən düşünüb onu düzəltməyiblər ki, yox yox bala. Siz inanın, aylarla o su qaldı, anam ona əlini vurmadı. Yəni, insanların belə bir bağlılığı var idi oraya. Bu da yenə də oradakı o köklərdən gəlirdi. Oradakı o bağlılıq, yəni kökə bağlılıq var idi. Yəni bu gün də o insanlarda, yəni Qərbi Azərbaycanlılarda bu sevgi, bu bağlılıq var. İnanın, yüzlərlə adamlarla mən görüşmüşəm, Qərbi Azərbaycanlılarla. Yəni ki, eləsi var ki, hətta burada doğulublar, heç oranı görməyiblər də. Amma yenə də ora bağlıdırlar. Bu da mən düşünürəm ki, o ailələrdəki o bağlılıqdandır. O ailələrdəki uşaqlarına verdikləri o tərbiyədən, tərbiyə ilə bərabər onların qanına hopur, canına hopur ki, onlar bunu da bugün yaşadırlar. Sizinlə biz Naxçıvanda o simpoziumda bunu bir daha şahid olduq, bunu bir daha gördük. Oradakı insanların qayıtmaq eşqi və bunun üçün çalışan Qərbi Azərbaycan ziyalısını biz gördük orada. Ki bu yolda, yəni biz də onlardan biriyik, bu əskərlərdən. Onlar yəni hər cür vasitələrlə, hələ birinci simpozium olanda biz bir rəmzi bir yürüyüş də etdik. Yəni dağın o üzü bizim Dərəliyəzdir. O bir Arazın qırağı ilə Ordubaddan bir yol gedir ora. Biz bir rəmzi yürüyüş də eləmişdik. Yəni o bağlılıq, bilmirəm, bəlkə başqa bölgənin insanları da belədir.
Yəni bunu mən bir də Qarabağımızda, yəni Qarabağsız illərimizdə mən gördüm. Bəli. Şükürlər olsun, bugün artıq biz qayıtmışıq, amma Qərbi Azərbaycan insanında yəni bu bir başqadır. Gülüstan xanım, inşallah ki biz orada olacağıq. Yəni inşallah ki öz kəndimizi, elimizi, obamızı görəcəyik. Əlbəttə. İlk ora ayaq bastığınızda edəcəyiniz şey nə olacaq? İnanın ki, o qədər düşünürəm bu haqda. Bilmirəm niyə belədir. Artıq Qarabağımıza qayıtmışıq, artıq şəhidlərimizi ziyarət eləmişik. Artıq o nisgil bizdə yoxdur da, biz artıq xoşbəxtdik. Amma bu elə ki torpaqlarımızı birləşdirdik. Amma bu tərəfdə axı bizimdir. Və bu son illər təbii ki illərlə düşünürdük. O zaman biz çox qəribədir. Orada qalan doğmalarımızı, qəbirlərimizi düşünürdük. Başqa heç nə düşünə bilmirdik. Amma bugün o torpaqlarımızı, o yerlərimizi düşünürük. Əlbəttə ki, mən birinci gedəcəyim yer o Daimgilin evinin qabağıdır. Birinci gedəcəyim yer o qaleriyadır. Birinci gedəcəyim yer Arpaçayın üstüdür. Birinci gedəcəyim, anam həmişə deyirdi ki, gedirdik ora ələyiz yığmağa, kəkotu yığmağa da. Bu gözəlliklər o qədər orada iç-içədir ki, yəni mən bunları görmüşəm, şahidiyəm də. Yəni sadəcə o torpağı qucaqlamaq. Yəni birinci təbii ki istəyimiz budur. Mənim istəyim budur. Bax indi ruhunuz hansısa zümzüməni deyirmi? Mən yenə də qayıtmaq istəyirəm başa. Nənəm çox bir qəribə bir qadın idi. O qədər güclü, iradəli bir adam idi də. Mən hərdən düşünürəm ki, mən yəqin ki, nənəmə xaraktercə bənzəyirəm. Zahirən mən anama daha çox oxşuyuram da, amma xaraktercə mən zaman-zaman özümü nənəmə oxşadıram da və hər zaman da özümü ürəyimdə özümü eləyirəm, günahlandırıram ki, mən nənəmin yanında niyə az oldum da, mən onu çox az gördüm. Mən elə bir 8-ci sinifdən gəldim, artıq Bakı həyatım başladı, müsabiqədən qəbul oldum, gəldim Bakıda oxumağa. Artıq 14 yaşımdan mən Bakıda oldum da, ailəmizdən uzaqda, təbii ki, nənəmdən də uzaqda. Nənəm sinə dəftər idi bu qadın. O qədər aşıq havaları bilirdi də. Bir dəfə də mən tələbə idim, gəldim nənəm, dedim nənə, mənə hansı bir aşıq havası da. Dedi ki, dedi qızım, dedi bala biz Oğuz türkləriyik də, Oğuzlarıq və onların da içində çox-çox tayfalar var. Nənəm indi Lori dildə danışırdı. Deyirdi bir ağır şəhərli havası var. Deyirdi ki, onu da bir mən aşıqlardan onu çox başqa-başqa sözlərlə eşitmişəm də, amma nənəm onu başqa sözlərlə oxuyurdu. Elə ki, o mənim beynimdə həmişə bir, necə deyim, bir orkestrdirmi deyim, bir nə bilim, bir leytmotivdirmi deyim. Aşıq musiqisi ümumiyyətlə bir orkestrdir. Yəni, ora bir saza başqa heç nə lazım deyil. Hər şey o sazdadır. Nənəm oxuyurdu, ağırcəlli havası, şərli havası oxuyurdu. Deyirdi, bizim yerdə bir cüt sona cövrələr, başı yaşıl, ayaqları qırmızı. Nənəm onu elə oxuyurdu ki, sanki onu çəkirdi bir rəssam kimi. Elə oxuyurdu. O qədər o səsdə bir zümzümə, o qədər bir, necə deyim, bəlkə də bir həsrət var idi, bəlkə də bir, necə deyim, bir ağı var idi bəlkə də. Bunu oxuyurdu, deyirdi, İncidən sədəfdən düzmüş ağzına ayaqları lala kimi qırmızı. Bu düşünürəm ki, insanın içindəki bir soyunun bir əcdadını, bir çağrısıdır bu.
bizi belə dolur içimizə, bizi doldurur, belə gözümüz dolur, ağlayırıq. Yəni bu bir həsrətdirmi, bir niskildimi? Nənəm yəni 48-ci ildən sonra təbii ki, yaşadıq Bərdədə, sonra Yevlağa köçüblər. Mən nənəmgili Yevlaqda görmüşəm hamısını, dayılarımı, yəni bir hissəsi ki, Yevlaqdaydılar. Yəni amma onlar indi sorular adam onu dərk eləyirik. Onlar oradaydı elə. Yəni onlar gəlməmişdi. Sadəcə cismani gəlmişdilər. Onların ruhu, onların həyatı, siz inanın, mətbəx, yemək pişirmək mədəniyyəti, yəni hamısı oraydı da. Yəni musiqi, rəqs, yəni bu deməkdir ki, bu insanlar oradadır. Ruhları oradadır. Onlar cismani olaraq gəlmişlər məcburi olaraq da. Amma oradaydılar. Nənəm də oradaydı. Yəni hər zaman ha vaxt görərdin öz-özünə ediliyir, öz-özünə zümzümə eləyir, öz-özünə danışır. Yəni fikir oradaydı. Bizim qohumlarımızın bir çoxu Xocalıda, yəni qaçqın olan da gəlmişlər Xocalıya. 48-də gələnlər yəni Xocalıdaydılar. Bir qismi də 88-də artıq gəlmişdilər. Siz təsəvvür edin ki, nənəmin 3 mərasimi idi. Xocalı soyqırımı olmuşdu gecə, fevral ayının 26-sı. Nənəm 23-cü dünyasını dəyişmişdi. Bütün oradakı o Xocalılar hamısı tökülmüşdü bizim həyətimizə də. Yəni nənəmgilin qapısına, xalamgildə, nənəmin bacısıgildə ilə qapı bir qonşuydular. Ümumiyyətlə o ərazi culular deyilən biraz, yəni bunu Yevlaxlılar, yəni bilənlər bilirlər ki, o ərazi bir bəlkə 2000-dən çox evdir. Culular məhəlləsi deyirlər ora, məhəllə. Oradaydılar. Yəni o Xocalıdan da, yəni görün insanlar nə qədər uğrayıblar. Yəni həyatlarını dəyişiblər, yaşam yerlərini, gəl Xocalıya, yenə də Xocalıdan yenə də gəl, qaçqın ol. Yəni həmişə bu insanların ruhu oradadır. Ona görə də yəni onun dalınca getmək lazımdır. O ruhları səni çağıran yerə getmək lazımdır və elə siz də, mən də düşünürəm ki, biz o xoşbəxtlərdən olacağıq ki, necə ki, Qarabağımıza qovuşduq. Düşünürəm ki, elə çox çəkməyəcək, elə biz öz dərələyizimizə, öz hamamlımıza, öz Zəngəzurumuza, yəni bütün o torpaqlarımıza qayıdacağıq. Təşəkkür edirik. Çox sağ olun. Mən sizə təşəkkür edirəm dəvətiniz üçün. Bu böyük bir missiya daşıyırsınız əslində. Siz bununla, təbii ki, bizim işimiz televiziyalarla bağlıdır, işimiz insanlarla bağlıdır. Amma məhz bu kanal, məhz bu televiziya bugün çox böyük bir iş görür, çox böyük bir missiya daşıyır və bu işdə sizə uğurlar arzulayıram. Uğurlar olsun. O gün olsun ki, bu verilişlərimiz bax elə səninlə bizim Zəngəzur torpaqlarımızda olsun, bizim dərələyəzimizdə olsun inşallah.